Peyğəmbər buyurur, İnnəs-sələtə in qubilət qubilə ma sivaha və in ruddət ruddə ma sivaha. Qiyamətin günündə əməlləri istəyirlər, bir-bir baxsınlar, birinci namazdan başlayırlar. Əgər namaz qəbul olsa, o birsin deyirlər gətirin. Namaz qəbul olmasa da o birsilərə baxmırlar. Deyirlər bağlayın qoluğu. İndi hay deyirsən ki, mənim o birisi əməllərimi gətirin, baxım. Mən ehsan eləmişəm, mən yoxsullara kömək eləmişəm. Nida gəlir və yoxsulun Allahı yoxudur. Nida gəlir, səni yaratmışdım yoxsullara kömək eləmək üçün. Səni yaratmışdım, mənə səcdə eləyəsən. Mənə səcdə eləyəndən sonra o birisi işlər qəbuldur. Səcdə olmayandan sonra onlar lazımdır. Hədisdə var, buyurur, Əbu Qubeys dağı boyda qızılı Allah yolunda paylayasan, namaz qılmason xeyri yoxdur. Gör, nə qədər mühümdür namaz. Amma buyurur Peyğəmbərə, və ənə əxtərtükə fəstəmi' limə yuha. Mən səni seçmişəm. Hər nə vəhy elirəm sənə, qulaq as. İnnəni ənəllah, mənəm Allah. La ilahə illa ənə. Məndən başqa heç bir pərəstiş eləmək üçün bir şey yoxdur, olmaz. Fə'budni, mənə ibadət elə. Və əqimis salat li zikri. Namaz qıl. Nə üçün? Ta inki zikrə yol tapasan. Görürsən, namazdan məqsəd, yəni ki, insan zikrə yol tapsın. Namaz onun üçündür ki, insan gündə 5 dəfə özün yusun təmizləsin. Ta inki Allahın qəbuluna düşə bilsin. Qəbul zikridir. Zikr mühümmüdür. Bütün əməllərdən mühüm, hətta Allah yolunda cihad eləməkdən. Əbu Səid deyir, mən Peyğəmbərə bir sual verdim. Dedim, ya Rəsuləllah, hansı insanlar qiyamətin günündə ən yüksək dərəcələrdə olacaqlar? Həzrət buyurdu, əzzakirunəllah kəsira. O insanlar ki, çox və həmişə Allahı yadlarında saxlayırlar. Heç vaxt qoymurlar, o bunların yadlarından çıxa. Deyir, dedim, ya Rəsuləllah, və minəl qazi fi səbilillah. Allah yolunda cihad eləyənlərdən də bunlar üstündür. Həzrət buyurdu, əgər bir insan qılıncı götürə, gedə Allah yolunda, o qədər müharibə eləyə, ta qılıncı yeylə qutara. Özü də al qanına boyana, amma Allahı zikr eləyənlər bunlardan üstündülər.